Memarlıq və Şəhərsalma ili çərçivəsində Ağcabədi rayon Bayraq Muzeyində Ağcabədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Qərbi Azərbaycan icmasının Ağcabədi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş Nəsilləri Birləşdirən Ailə Dəyərləri adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov və Qərbi Azərbaycan icmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova Ailə İnstitutunun cəmiyyət həyatındakı mühüm rolundan, milli mənəvi dəyərlərin qorunub yaşadılmasının vacibliyindən, eləcə də nəsillərarası münasibətlərin möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda ailənin cəmiyyətin təməl dayağı olduğu xüsusi vurğulanıb. Daha sonra tədbir 2 panel sessiyası ilə davam edib. Ailə modeli, dəyərlər, məsuliyyət və cəmiyyətin rolu mövzusuna həsr olunmuş ilk panelin moderatoru Radə Qafarova olub. Paneldə Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı yanında hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Aygün Qasımova, Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nərminə Əkbərova, Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialının müdiri Elnur Həsənov və Aran Yolu qəzetinin baş redaktoru Məhsəti Musa çıxış ediblər. Panel müzakirələri zamanı ailə dəyərlərinin qorunması, valideyn məsuliyyəti, gənclərin sağlam ailə modelinə hazırlanması, eləcə də cəmiyyətin bu istiqamətdə üzərinə düşən vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Uzunömürlü ailələrin həyat təcrübəsi və gənclərə tövsiyələri mövzusunda keçirilən ikinci paneldə isə nümunəvi və uzunömürlü ailələr öz həyat təcrübələrini, ailə bağlılığının və qarşılıqlı hörmətin əhəmiyyətini gənclərlə bölüşüblər. Səmimi mühitdə keçən panel iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda uzunömürlü ailələrin toy il dönümləri münasibəti ilə təşkilatçılar tərəfindən ailələrin xanımlarına gül dəstələri və xatirə hədiyyələri təqdim olunub. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.